Deyib bir gün xaric olurdum mən. Bir dənə ranəndə dayandı qabağımda, dedi Hacı Qəsri, dedim bəli. Dedi səni qəsəm veriyəm o oxuduğun rozələrə, İmam Hüseynə bu gecə məndən dolan. Dedim eybi yoxdur. Məni bir neçə heyətləri dolandırdı, çıxartdım buna məbləği pul verdim. Dedi Hacı ağa, mən az nəzəri mali dünyəvi müstəğniyəm, bu pula da ehtiyacım yoxdur. Mən bir mühəndisəm. Dedim xub bə məni nə üçün dolandırırsan? Dedi mən bir dənə Erməniyəm. Dedim məni nə üçün dolandırırsan? Dedi səni mən be eşq Əbəlfəz dolandırırım. Erməni idim amma tazə şiə olmuşam, tazə müsəlman olmuşam. Dedim bəli, dedi bəli mən Erməni idim amma tazə şiə olmuşam. Dedim getmərəm məclisə, oturacağam burada, gərək mənə deyəsən qəziyyə nədir? Dedi Hacı dedim bəli. Dedi Hacı mənim Allah görsətməsini heç dədənəliyəm. Oğlan uşaq ola, qız uşaq ola. Bir dənə xanəvadədə oğul fələc olsa, dədə öz-özünə deyər ki, eybi yoxdur dayı, qismət bu idi. Amma qız uşağı fələc olsa, həm dədə xəlvətdə ağlar, həm nənə xəlvətdə ağlar. Allah oğlan deyir, qız əyalıdır. Neyniyim mən, nə cür dolanım, kimə dərdimi deyir. Deyir, tamam mücərrəb doktorları dolandım, nəticə ala bilmədim. Gəldim mən özümdə bu İranda olan maşına səvar oldum, xanımla gedirəm. Qəydəndə görübsünüz də Aşura günü, Tasua günü dəstə çıxır xiyabana. Zəncir vuran kim, sinə vuran kim. Gördüm bunlar zəncir vura səslənirlər. Əya Babəl Həvaic. Elə ki bu Babəl Həvaicin adı gələndə bir ləhsə baxdım, gördüm xanımın belə yana ağlır. Dedim xanım, və sən niyə belə ağlısan? Dedi vallahi bilməyəm. Bu Əbəlfəzin adında nə var? Onlar Əbəlfəzi çağıranda elə bil mənim qəlbimi sıxırlar, ürəyimi sıxırlar. Dedim necə? Dedi nə olar? İcazə ver qoy gedim bu Əbəlfəzə də mən dərdimi deyim. Dedim xanım bizim balamız düzəlməz. Hər yana aparmışıq cavab alanmamışıq. Dedi bu icazəni mənə ver. Dedim eybi yox get, amma əli boş qayıdacaqsan. Dedi məmnunəm səndən. Gəldi o xanımların birindən çadır şəbi aldı. Dedi xanım o çadırı ver mənə, İstəyirəm gedəm o dəstənin vəsətinə. Görübsünüz uşaq nə cür iməhlər, iməhliyə gəlir dəstənin vəsətinə. Elə ki dəstənin vəsətinə yetişən yapışıyor Rozəxandan. Dedi ağa, dedi bəli. Dedi ağa, denən o Əbəlfəzdə bir dənə Erməni gəlib qapıva, balası fələcdi. Əbəlfəz sən mənim fələc balamın şəfasını ver, mən də bu qolu verirəm dönüm müsəlman ollam. Deyir öz-özünə ağlayır. Gəldi yapışdı əsəbaniyyətlə xanımın əlindən. Xanım du məni rüsva eləmə, bizim balamız düzəlməz. Niyə bu şiələrin bərabərində məni sərafkəndə elədin? Durdu ayağa gəlir, evə vardı, o özü də ağlaya səslənib Əbəlfəz. Fələcimin şəfasını ver, mən də bu qolu verirəm dönüm müsəlman ollan. Elə ki varid oldu evə ağsaqqəllərimiz. Evə daxil olanda gördü bu fələc qız durub ayağa danışır. Dedi ay bala, dedi baba sizə kim dedi gələsiz. Mənim bir əzizə qonağım var idi. Siz gəldiniz o getdi. Dedim bala kimi diyor? Dedi mən bilməyəm. Bir balaca balaydı. Dedim kimsən? Dedi ürəyimə dolmuş zamanənin acısı, adım Rüqəyyədir. Şəhzadə Əkbərin bacısı. Dedim bura nə üçün gəlibsən? Dedi nənən gəlmişdi əmum Əbəlfəzin qapısına. Mənə əmum Əbəlfəz yolladı sənin şəfa verəm. Amma nənüvə denən Əbəlfəz deyir mən qoluma əməl elədim. Siz də qolunuza əməl eləyin, müsəlman olun. Gördü elə səslənirlər əşhədü la ilahə illallah. Əbəlfəz evinə apar. Bir dənə Ermənidir ya nəticə alan. İndi bura cəm olanlar hamısı o pak südəmən Şia balası. Şia İmam Rızanı çağıran, Əbəlfəzi çağıran,
Pes bugün peygamberin tarafından, İmam Hasan'ın tarafından sen de bu Hüseyin İbni Ali'ni bücür de, koy o xiyabandan gedenler de desinler Zeynep'in divaneleridir cem olup bura. Bu eşk herkeste olmaz. Eşk insaniyetin hamız ezbersiz. Eşk insaniyetin berceste istedadidir. Eşki örkeşmek çetindir. Eşk maderzadidir. Ey beşer, Ferhad şiirin eşkine allanmasan. Eşk eğer Leyla ve Mecnun'da o eşke yanmasan. İstesen eşkin yolun Mecnun kimi olsun deli. Dünyada bir eşk var. Eşk Hüseyin İbni